Bugün və sabah Yer planetində maqnit qasırğalarının müşahidə olunacağı proqnozlaşdırılır. News 24 az xəbər verir ki, bu barədə məlumatı Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu yayıb. Alimlərin açıqlamasına görə qarşıdakı 4 gün ərzində geomaqnit fonunda ciddi dəyişikliklərin baş verməsi mümkündür. Bildirilir ki, bugün hazırda yerdə gücü 4 bal olan zəif maqnit qasırğası qeydə alınıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, belə hava şəraiti meteohəssas insanlar üçün müəyyən narahatlıqlara səbəb ola bilər. Bu dövrdə ən çox rast gəlinən şikayətlər sırasında baş ağrıları üstünlük təşkil edir. Eyni zamanda qan təzyiqində kəskin dalğalanmalar, baş gicəllənmə, ürək ritminin sürətlənməsi və tənəffüs problemləri də meydana çıxa bilər. Maqnit qasırğaları həmçinin yuxu rejimini poza, yuxusuzluq yarada bilər. Belə günlərdə insanlar daha əsəbi, narahat və tez yorğun hiss edirlər. Bundan əlavə, oynaq və sümük ağrıları da artan şikayətlər sırasındadır.